Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər paralleloqramda sahə düsturumuz olan 2/1 a kvadrat çıxı b kvadrat olsun tangens fi düsturunun isbatına baxacaq. Gəlin başlayaq isbatımıza. Demək şahidlər, biz bilirik ki, paralleloqramda diaqonallar kəsişir və kəsmə nöqtəsində yarıya bölünürlər. Onda bu hissəyə x desək, bu hissəmizdə olmuş olur x. Bu hissəyə də y desək, burada olmuş olur y. Bura fi bucağıdırsa, onda onun qonşusu 180 çıxılsın fi olmuş olur. İndi şahidlər, biz əvvəlcə bu üç bucağa baxsaq, bu üç bucağımıza baxsaq. Həmin üç bucaqda biz kosinuslar teoremi tətbiq etsək, olmuş olacaq ifadəmiz x kvadratı üstəgəl y kvadratı çıx 2x y kosinus fi bərabər olur fi'nin qarşısında duran tərəfin kvadratı, yəni b kvadratına. Eyni qayda ilə bu üç bucağa biz kosinuslar teoremi tətbiq etsək, yəni buradakı üç bucağımıza biz kosinuslar teoremi tətbiq etsək, yenə olmuş olacaq x kvadrat üstəgəl y kvadrat çıx 2x y kosinus 180 çıxılsın fi bucağı bərabərdir. Burada da a-nın kvadratına. İndi biz bu iki düsturu aşağıdakından yuxarıdakını çıxaq. Əvvəlcə burada nəyə diqqət edək şahidlər? Kosinus 180 çıxılsın fi çevirmə düsturundan istifadə etsək, ikinci rübə düşür və 180-də adını dəyişmir. Mənfi kosinus nə deməkdir? Fi deməkdir. Onda buradakı bu mənfi ilə buradakı mənfi toplam olmuş olacaq. Yəni ifadəmiz bu olacaq ki, x kvadrat üstəgəl y kvadratı üstəgəl 2x y kosinus fi bərabərdir a-nın kvadratına. İndi bu tənlikdən bu tənliyi çıxsaq, olacaq a kvadratı çıx b kvadratı bərabərdir. X kvadratları gedir, y kvadratlarımız da gedir. 2x y-dən mənfi 2x y-dən bu da 4x y kosinus fi alınmış olur. Və buradan x y tapsaq, x y bərabərdir a kvadrat çıx b kvadratı bölünsün kosinus fi alınmış olur. Bu qalsın belə. İndi gəldi şahidlər. Bizim bir də paralleloqram belə bir düsturumuz var ki, sahə bərabərdir 2/1 d1 vur d2 vur sinus fi deyə sahə düsturumuz var. Və bizim də diaqonallarımız, yəni 2x və 2y gətirib yerinə yazsaq, onda sahəmiz olmuş olur. 2/1 vurulsun 2x vur 2y vur sinus fi düsturu bərabərdir. Bu 2 ilə bu getsə, yerdə qalır 2 vurulsun x y vur sinus fi. Biz də burada x y tapmışdıq ki, a kvadrat b kvadratı bölünsün, burada 4 kosinus fi idi. Gətirib yerinə yazsaq, olacaq 2 vurulsun a kvadrat çıx b kvadratı bölünsün 4 kosinus fi vurulsun sinus fi bucaq bərabərdir. 2 ilə 4 getsə burada qalar 2. Olur onda 2/1 a kvadratı çıx b kvadratı vurulsun. Sinus fi'nin də kosinus fi'yə nisbəti bizə verir tangens fi'ni. Vəssalam, düsturumuz isbat olmuş oldu. Təşəkkür edirəm diqqətinizə görə şahidlər. Digər belə videolarımızın davamlı gəlməsi üçün kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın.